Salam, hər birinizi salamlayıram. Kanalıma və videoma xoş gəlmişsiniz. Bugün sizlərlə bərabər qısa bir vlog çəkmək qərarına gəldim. Burada sizə özümü göstərirəm, sizi salamlayıram. Ondan sonra keçirəm hamburger yeməyə. Hamburger yeməyi çox sevirəm. Hətta o qədər sevirəm ki, bugün səhər yeməyinə hamburger yeməyə qərar seçdim. Bunu bir dişdim Allahım, daha da xoşuma gəlmir. Çünki ətlidir. Sizə əla göstərirəm. Ondan sonra belə əlimi yelləyirəm ki, dadı normaldır yəni. Çok da yaxşı değil, normaldir. Dur sizə hamburgeri göstərirəm. Burada artıq otağıma çıxıram, yuxarı mərtəbəyə otağıma çıxıram. Yəni yuxarını sizə göstərirəm. Yəni otağımı sizə göstərəcəm indi. Burada girirəm otağıma, yatağımı sizə göstərirəm. Yəni yatağımın çox batıq olduğunu sizə göstərirəm. Burada şıp eləyim, yığışdırmasın, alınmır, bicələyirəm. İndi isə alınır və gözəl yatağım hazırdır. Ben bu yatağı çok sevdim yığmağı. Hatta böyle yığsaq saçki həyatda, yəni belə olsa həyatda daha güzel olardı. Burada sizi özümü göstərirəm. Artıq burada sizi rəqam edirəm özümü yəni. Ondan sonra gəldik otağımıza. Tezdən aynanın qabağından getdik. Gəldik otağımıza. Burada özümü hansı paltar giyinim deyə fikir eləyirəm. Axır burada bir dənə şalvar seçirəm. Belə bir dənə şalvar seçdim. Bu şalvar giyinmək qərarına gəldim. Sizə burada o şalvarı göstərirəm. Şalvarı çox da bəyəndim. Əynimdə necə qalacağını bilmirəm, amma bu arada giyinirəm bunu. Əkslər bürcü olduğum yadımdan çıxıb bu arada burada. Artıq şalvar giyindim və kofta giyinəcəm. Kofta yerinə keçdim. Hansı koftanı giyindim deyə sizə sual edirəm. Axırda altda o büzüşmüş ağ koftamı giyinmək qərarına gəlirəm. Buradakı ağ koftanı çox bəyəndim. Sizə büzüşmüş halını göstərirəm. Ondan sonra baxıram başqa kofta giyindim. Dedim, yox, elə bunu giyinəcəm. Gətirdim kombi şəklində göstərirəm sizə. Kombi şəklində göstərdim və burada bu kofta yok, başka kofta istedim deyip başka bir kofta seçtim. Sonra dedim şalvarda da sorun var, şalvarda değiştirəm. Diyelim burada kombimizi gösteriyor yere. Kombinim minnoş çok güzel olmuş, yeşil oldu. Böyle çok qaşançlı bence kombinim sizinəcəm. Burada kremi dodaq nemləndiricimi atıram. Ondan sonra sakızlarımı atıram. Olmazsa olmazlarım. Ondan sonra burada artıq sakızlarımı götürüb qoyuram cibimə. Bu arada sakızın biri qarpızlı, biri moruqludur. Moruqlunu tez almışım, yoxlamağa da çox gözəl idi. Qoyuram cibimə, olmazsa olmazlarım. Sakızları cibimə qoyuram burada. Ondan sonra kremlerimi göstereceğim. Bu minnoşu açmağa çalışıram. Aça bilmədim. Ondan sonra açdım. Dodağıma çəkdim. Belə dodağıma burada sizə göstərirəm ki, çəkirəm dodağıma. Baxın. Ondan sonra kameranın düşürdü tuttum. Ondan sonra bu kremi gösteririm. Kremin ağzını açtım. Salafandan çıxardıram. Salafandan biraz götürüp üzümə vururam. Bu arada üzümü yaxında bir 50 abunəliyə, 30 abunəliyə göstərəcəm. Vururam üzümə. Üzümə vurdum və bağladım ağzını. Əlimə də vururam biraz. Elimi vurmuram, heç özüm də bilmirəm burada. Bay eləyirəm sizə. Avqust olacaq 2 yaş uşağım. Sonra da balonkamı sizə göstərəm. En tez 2 il qoyur. Normal 3 ildir. Salona salan bir kişi var idi. Burada bir kişini görürəm salonda. Usta deyil. Yəni hələ bir gitmişdi. Burada kliyentin üzü düşüb. Amma mən baxadım. Burada belə qapının ağzına durub siz çəkmək, bəlli etmədən çəkmək istəyirəm. Bir tane kliyentin ayakları düşüyor. Kliyentin üzünü bağladım. Ve salonun etrafım. Burada maşına oturdum, gedirəm başqa yerə.
Artıq burada başqa yerə gedirəm, maşındayam, belə yol göstərirəm. Gəldim. Burada sizə göy quşlarını göstərmək istəyirəm. Yəqin ki düşüb, baxın görün, əgər düşübsə yorumlara yazın ki düşüb. Göy quşlarını çox bəyəndim. Qızım başına oturdum gedirəm. Sən də asılda tez ver. Hatamı bu alanda sizə çəkə bilmədim çünki tələsirdim o yüzden. 2 ya 5 ne göstereyim? Bunu yine kat göstereyim size burada. Burada eve gedirəm, oyunu oynaya gedirəm çünki eve gəlirəm. Yəni sevinirəm. Burada burada koftamızı aldığım koftanı göstərirəm. Çox bəyəndim həqiqətən bu koftanı. Əgər sizə bəyəndisə yorumlara yazın. Sizləri çox sevirəm. Kanalıma abunə olub like atmağı unutmayın. Yəni yorumlara əgər koftamı bəyəndisə yazın. Sabahlarda bir şəhər vlogumuz gəlir. Onda sizlərlə bölüşəcəm. Sizləri çox sevirəm. Kanalıma və dinləmə abunə olun. Kalp göstərin və bay bay.